Tədbirdə BMT-nin Azərbaycan təşkilatının nümayəndəsi, UNICEF-in proqram təmsilçisi, şəhərin rəhbər işçiləri iştirak edirdilər. Mərasimi giriş sözü ilə məktəbin direktoru Əkrəm Əskərov açdı. O qeyd etdi ki, BMT-nin fəaliyyəti haqqında məktəb şagirdlərinə daim məlumat verilir. Sonra BMT-nin nümayəndəsi çıxış edərək, bu təhsil ocağında BMT-nin prinsip və məqsədlərinin təbliğ edilməsinə görə məktəb direktoruna prezident əlaqələndirici Marko Borzottinin imzaladığı fəxri fərmanı təqdim etdi. Bəlkə də Bakıda mən belə bir məktəbdə yəni olmamışam ki, harada ki, hər mərtəbədə BMT-nin ruhu, sülh ruhu belə təşviq olunur, təbliğ olunur. Rəsmi hissə sona çatdıqdan sonra məktəblilərin ifasında bədii səhnəciklər göstərildi. Uşaqlar Azərbaycan, Rus və İngilis dillərində mahnı oxuyub şeir söylədilər. Eyni zamanda BMT-nin və UNICEF-in məqsədi, idarə etmə orqanları və Azərbaycanda fəaliyyəti haqqında geniş məlumat verildi. 2001-ci tədris ilindən uşaq hüquqları xüsusi proqram əsasında öyrənirik. Bunu nəzərə alıb, Azərbaycanda təmsil olan UNICEF-in və UNESCO-nun nümayəndələri bizim məktəbdə bu təqdiri keçməyi lazım bilirlər. Qeyd edək ki, Gəncəbasar zonasında 4 saylı orta məktəb BMT-nin əsas orqanlarından biri olan UNESCO-ya qəbul edilən yeganə təhsil ocağıdır. Vüsal Məmmədov, Mir Yunus Seyzadə, Xəbər Plus.